Mesopotamiya, Şumer, Akkad mifologiyası, ədəbiyyat haqqında danışığımın bir mənası da ondan ibarətdir ki, mücərrəd fəlsəfə burada yaranmasa da, fəlsəfə sonradan Yunanistanda yaransa da, fəlsəfənin əvvəlində gələn o insan nədir, əxlaq necə olmalıdır, yaxşı nədir, pis nədir, xeyir nədir, şər nədir, necə yaşamaq lazımdır, həyat və ölümsüzlük nədir, bu dünya, o biri dünya nədir, tanrılar nədir, din nədir? Bu barədə düşüncələr baxımından bu iki qədim dünya, Misir və Mesopotamiya, Babilistan deyək sonraki adından çox zəngindir və onların ədəbiyyatlarının müəyyən bir nümunələrinə mən toxundum. Həm belə bir sualım var ki, sizə elə gəlmirmi ki, tarixdən təxminən belə deyək ki, bir 5000 illik tarixə bir səyahət elədiniz. Deyək ki, o əbədi sual elə bugün də davam edir. Daimi əbədi bir həyatı tapmaq istəyi hələ də davam edir. Məsələn, o qeyd elədiyiniz kimi ki, Gilgamışdan tutmuş, sonraki dövrdə İskəndər olsun. Demək olar ki, həyat o insanın axtardığı hələ də axtarışdadır. Təşəkkür edirəm. Şübhəsiz, çünki 5000 il ərzində belə deyək ki, tarix bir məşhur Amerika tarixçisi Kramerin bir kitabı vardı, Tarix Şumerdən başlayır. Mənası odur ki, tarix yazıdan başlayır. O vaxt ki, yazı var, insanlar o yazı vasitəsilə olanları yazıb bir-birini ötürürlər və sonraki zamanları ötürürlər, tarix elmi başlayır. Yəni, tarix və yazı təxminən onun 5000 il yaşı var. 5000 il insan həyatında çox qısa bir andır. Bəşər həyatında, hesablasaq ki, milyon illərdir o insanlar var. Bəşər həyatının son anlarıdır və insan çox az dəyişibdir. Yenə də, indi də, bu gün də, o zaman da insan sadə yaşamalıdır, insan sadə olmalıdır, zənginlik içdədir, sənin iç aləmindədir. O düşüncələr bu gün də, o zamanda müəyyən elm adamlarının, sənət adamlarının, mütəfəkkir insanların düşüncəsindədir. Bu baxımdan da heç nə dəyişməyib. Çox sağ olun.